Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Dekabr ayının 7-sində Ordubad rayonunun Nəsirbaz kəndində qış havası var. Qar yoxdur, yalda yamaçda görünən sırsıradır. Hardasa -5, -7 dərəcə şaxta var. Bugün kənd cəmaatı sürünü də aparmayıb örüşə. Heç məsləhət də deyil, çünki kol-kosun üstü sırsıradır. Keçi qismi də kol-kosun qanadlarını yeyir, məcburən sırsıra da yeyilir. Heyvanlarda bala salma ola bilər. Aşağı kəsimlərdə hava belə deyil, çox soyuq yoxdur. Tibidən yuxarı Qaradaşdan belə sırsıradından aşağı payız havasıdır. Böyük çillənin girməyinə bir şey qalmayıb. Dekabr ayının 20-si. Elə qış da o zaman girəcək. Çillə başlayır deyirlər. Hansı çillədir bu? Qış çilləsidir yəqin. Elə olur ki, böyük çillə heç o qədər də soyuq olmur. Kiçik çillə əlin suyunu göstərir. Kiçik çillə deyib ki, ömrüm azdır. Böyük çillənin ömrü məndə olsaydı, gör ondan neyniyərdim. 40 gündür böyük çillə, 20 gündə kiçik çillə. Ondan sonra bozay. Yolkaların üstünə bir-iki qar düşüb, elə də qalıb ərimiş. Bu hava ilə nə ərisin ki? Quru şaxtadır, eşki öldürən hava deyirlər buna. Son zamanlar Nəsirbaz kəndində yeniliklər var. Məktəbimizin istilik sistemi dəyişdirildi, kombi sisteminə keçirildi. Səsi küyü yox. Əvvəlki qazanxanadan da çox isti verir. Dünəndə Araznet gəlib yeni internet xətti qoşub. Hələ istifadə verilməyib, ancaq xətləri çəkilib. İnternetdə sürətli olacaq, istilik var. Bir qaldı yol. Yolumuz da yaxşı olsa, Bakı ilə, Şəki ilə, Nəsirbaz kəndinin heç bir fərqi olmayacaq. Naxçıvandan 110-120 kilometr məsafədədir. Qurumda gedib gəlmək çətindir. Biləv kəndindən bura qədər də asfalt olsa, 10 kilometr o, 15 də bu, təxmin 25 kilometr asfalt xətti çəkiləcək. Onda daha bizim bu maşınlara ehtiyac qalmayacaq. Daha ekonom, komfortlu maşınlara min gəl Nəsirbaz kəndinə. Ancaq indi bunları tərk eləyə bilmərik. Çünki işə gəlib gedişimiz Nivalardan asılıdır. Hələ ki, mən qış təkərlərinə geçməmişəm. Biraz da təcrübə var, yavaş-yavaş idarə eləyə bilirəm. Qaldı bu şənbə bazara, sabah biri gündə. İmkan versə gedib gəlsəm, asudə vaxt lazımdır ki, səhərdən dur. Təkərləri dəyiş, yaxud da motorun yağı da dəyişilməlidir. Onun üçün aşağıya inməliyik. Aza yol aracına orada motorun yağı dəyişilməlidir. Bir də maşının bir neçə problemli detalları var. Onlar da dəyişilsə, hələ ki mənim təxminimcə işlər yaxşı gedəcək. Sağ olun hörmətli izləyicilər, hələlik bu qədər. Mənim vaxtım da bitdi, hava da soyuqdur, heç çox da dayana bilmirəm, isti. Otaqdan soyuğa çıxanda laf kəsir adamı. Salamat qalın.